Konuşma galiba. Size de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç katın şartları 5 bin dolarlı alırsanlar. 2023-cü il iyunun 7-sində Sabunçu Tibb Mərkəzinə çoxsaylı bıçaq yaraları ilə çatdırılan 1990-cı il təvəllüdlü Natiq Hüseynovun həyatı xilas olunub. Cinayəti törədən Bəhram İbayev 12-ci polis şöbəsinə könüllü gələrək törətdiyi əməli etiraf edib. İlkin araşdırma zamanı məlum olub ki, aralarındakı ədavətə görə İbayev qisas məqsədi ilə Sabunçu qəsəbəsində yerləşən kafenin qarşısında Hüseynovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla 14 dəfə zərbə vurub. 2023-cü il iyunun 7-sində baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Sabunçu qəsəbəsi Seyid Hüseyn küçəsi 3 ünvanında yerləşən kafenin qarşısında baş verib. Yardımlı rayon sakini 1994-cü il təvəllüdlü Bəhram İbayev könüllü 12-ci polis şöbəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, onun qardaşı Namiq İbayev bir neçə il əvvəl Sabunçu qəsəbəsində Nadir Səlifov və Rövşən Cəniyevin tərəfdarları arasında baş vermiş kriminal hesablaşma zamanı saxlanılıb. Digər qardaşı Hamlet İbayev də başqa cinayət əməlinə görə məhkum olunub. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Natiq Hüseynov tanışı Bəhram İbayevdan hansı səbəbə görə yanından keçərkən görüb salam verməməsini soruşub. Aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətirərək davadalaş olmadan mehriban qaydada ayrılıblar. Amma bir müddətdən sonra Bəhram İbayev eşidib ki, Natiq Hüseynov ortaq tanışları arasında barəsində xoşagəlməz ifadələr işlədərək güya onu aparıb təklikdə cəzalandırması, ondan üzr istəməsi kimi həqiqətə uyğun olmayan məlumatlar yayıb. Bundan qəzəblənən Bəhram yayılmış söz-söhbətə son qoymaqdan ötürü onu öldürməyi qərarlaşdırıb. İyunun 7-si saat 15:30-da dostu Məhərrəm Sədrəliyevlə birlikdə çay içmək üçün Sabunçu qəsəbəsində yerləşən kafeyə gələndə Natiqin masa arxasında əyləşdiyini görüb. Yaxınlaşıb bıçaqla tanışının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 14 dəfə zərbə vurub. Natiq Hüseynov qaçıb kafeyə daxil olduğundan, habelə yanında olan Məhərrəm Sədrəliyev onu tutub saxladığından növbəti zərbələri vura bilməyib. Onun öləcəyini düşünən Bəhram İbayev hadisə yerindən uzaqlaşıb. Natiq Hüseynova Sabunçu Tibb Mərkəzində vaxtında tibbi yardım göstərilməklə həyatı xilas olunub. Bununla da İbayev iradəsindən asılı olmayan səbəblərə görə zərər çəkmişi qəsdən öldürməyi cəhd edib. İş üzrə dindirilmiş Bəhram İbayev bildirib ki, aprel ayının əvvəllərində telefonuna tanımadığı nömrədən Natiq Hüseynov zəng edib, görüşmək istədiyini söyləyib. O razılaşıb. Təxminən 1 saatdan sonra Natiq yenidən zəng vurub, harda olmasını soruşanda 62 nömrəli avtobusun sonuncu dayanacağında olduğunu deyib. Tanışını gözləyən zaman görüb ki, Niva markalı avtomobil yanında dayanıb. Maşını idarə edən Natiq düşüb onunla görüşdükdən sonra avtomobilə oturmasını deyib. Natiq avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə tərəf sürüb. Yolun kənarında zibil qutularının qarşısında saxlayıb. Ona, bu nə hərəkətdir? Maşının qarşısından keçib, mənə salam vermirsən deyib. Sonra avtomobildən düşərək, qapının saxlanc yerindən tapancanı çıxardıb, onun qarın nahiyəsinə sıxıb. Tapancanı çıxartmaqla düzgün hərəkət etmədiyini və ona qarşı heç bir səhvi olmadığını söyləyib. 230-056-031 nömrəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1920.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış İbayev Bəhram Həbiboğlu'nun ifadəsinin yerində yoxlaması hərəkətini keçirirəm. Natiq Hüseynovla bağlı aranızda baş vermiş hadisə ilə bağlı nə göstərə bilərsiniz? Hadisə necə baş verib, hansı şəraitdə baş verib, hansı səbəbdən baş verib? Hadisə mənə 62 mastanovkasında keçirdim yolu bu üzrə.
Natiq də gəlirmiş. Mən Natiqi görməmişəm. Mən yolu keçmişəm bu üzə, getmişəm işimin dalıydı. Bir də görmüşəm üstündən 5 dəqiqə keçib, 3 dəqiqə keçib məni yığıb ki, Natiq, salam aleykum, aleykum salam. Haradasan, demişəm ki, sağ olsun. Deyirəm, 5-3 dəqiqə ya görüşərik də, bir də mənim işim var, telefon var məndə, nə bilim, onu satıb pul var, ora verməliyəm pul, gəlib görüşək. Demişəm ki, yaxşı, gəl görüşək. Elə olub üstündən 1 saat, yarım saat keçib, görmüşəm ki, Natiqdən yenə mənə zəng gəlir. Haradasan, demişəm, o saat onun üstə elə gördüyüm yerdə. Bu moment Nivan, görürəm ki, Nivanın biri belə keçir, biri belə keçir, o üçün məni izlətdirirlər, görürüm ki, kimlərdir, yaxud kimlərdir, bu özü kim götürür də pis fikir. Mən o Nivaları görəndə Natiqi götürüb yığmışam ki, Natiq, sən haradasan ki, yəni, bu maşınlar buradan biri o tərəfə keçir, biri bu tərəfə keçir, yəni sənin yanındakı uşaqlardır, yəni bunları görmüşəm, mənə baxıb bu üzə keçir. Bir 5-nə gəlinəm, 5 dəqiqə söhbət eləyərik. Bir görmüşəm ki, həmin Nivanın birində Natiq gəlir. Natiq gəlib görüşmüşük, eləmişik. Sonra mənə deyib ki, 5 dəqiqəli bir dənə oturaq maşına gedək. İşim var səndən. Getmişik, Zabrat yoluna qalxanda Bayankumat yolu var, orada zibilliyin yanında olmuşum. Ki, bu nə hərəkətdir ya, məni görürsən, sən ölməsi deyilsən, mənim maşın görəkçirəm, qabağımı kəsirsən, zat. Deyə direktkasını çıxardıb atım maşından silahı götürüb gəlib. Bu moment mən də fırlanmışam maşının bu tərəfindən, bunu yapışmışam yaxasından, bu da söyküyüb silahı bırakam. Mən də qayıdıb buna demişəm ki, Natiq, sən bilsən bu silahı niyə çıxardırlar? Bu silahı ona görə çıxardarlar ki, namuslu olsun, kimin salmasına, batısını söz atarlar, onda bu silahı çıxardarlar. Bir qışqıra deyirəm. Bu moment qonşular çıxıb biz oturmuşuq maşını, getmişik Ramanın tərəfə. Ramanın tərəfə, orada yolda gələndə Natiqə demişəm ki, Natiq, yəni mənim qardaşlarım bilər, dostlarım bilər, burada ölüm olar. Heç də yaxşı olmaz burada. Bir daş atda, bir daş üstə, ikimiz bildik bunu, Allah şeytana nəhlət eləsin, amma bizim ulduzumuz barışmayacaq da, yəni bunu da çalış rastlaşmayaq biz. Elə eləyək ki, yəni bu söhbətə qayıtmayaq biz bir də. Razılaşmışıq, qayıtmışam, görmüşəm, əmisi də gəlib oraya etibar, başında da bir 15 nəfər uşaq, hamısı gəliblər o. Mənə deyib ki, nə olub bəyəm, salamatçılıqdır, etibarı görəndə, etibar mənə deyib. Etmişəm ki, məndə salamatçılıqdır, görürüm, sizdə salamatçılıqdır öyle. Elə olub, bunlar oturub maşından, Natiq girdə, bunlar da gedib. 10 gündən sonra qaynanası vəfat etdiyi üçün Göyçay rayonuna gedib. Təxminən 2 aya yaxın rayonda qaldıqdan sonra may ayının axırlarında Bakıya qayıdıb. Tanışlarından eşidib ki, güya Natiq qəsəbə uşaqlarına onu maşınla harasa aparıb cəzalandırmasını danışıb. Onun barəsində artıq əski ifadələr işlədib. Dost tanışına Natiqin bunu özündən uydurduğunu və aralarında belə bir hadisənin olmadığını söyləyib. Sonra o üstündən biraz keçmişdi, mənim rəhmətə gedəm oldu, çıxıb getdim rayona. 2 ay mən rayondaydım, bir həftə olar olmaz gəlmişəm. Sabunçuya gəlmişəm, görürəm. Bu hadisə nə vaxt olmuşdur sözün? Bu hadisə aprel ayının əvvəlləri. Aprel ayının əvvəlləri. Bəli. Orada nəsə bir mübahisəniz, davanız baş verib aranızda? Xeyr. Heç bir dava olmadı? Bəli. Aprel ayının 12-si mənim rəhmətə gedəm oldu, elə oldu, bir də biz çıxdıq, getdik rayona, 2 ay qədər orada qaldım. Gəlmişəm sabunçuya, kimə çatırmış, bəhrəm apardım, belə elədim, silahı söykədim, belə elədim. Yenə də bunu yığmadı. Demədim ki, deməlisən. Bax, bu məlumatı sizə kim deyil? Kim deyil ki? Ofis sabunçu danışır. Ofis sabunçu danışır. Bunu mən demirəm, ofis sabunçu danışır. Elə olub, mən çıxmışam dostum Məhrəmlə yuxarı Pasiyokiya çay içməyə, görmüşəm, Məhrəm məndən qabaq gəlib oturub orada. Demə, bunlar da oradaymış. Görüşüb, öpüşüb, bunlarla oturub, mən gələndə görmüşəm, bu da oradadır. Natiq da oradadır, yanında da 3-4 dənə dostdur. Demişəm ki, Natiq durub istəyim mənlə görüşür, demişəm, Natiq səni gözlədi, yəni görüşməmişəm Natiqlə. Demişəm, o gözlədi, yəni sən bu sözü demişsən Natiqə. Natiqdə qoydasan, bozalasan mənim üstümə, əlin at belinə. Əlin atında belinə mənim üstümə aparıb bu ikiliyimizdə olanda silah çıxardı. Mən nə bilim, bunun belində silah var, yenə də çıxardar, mənə vurar, vurmaz. Mən də ona görə bunu bıçaqlamışım. Neçə bıçaq xəsarət yedi? Bilmirəm. Harada vurdun bıçaqları? O kafenin qarşısında? Bəli. Ayaqüstü vəziyyətdəydiniz də? Bəli.
belə orada dalaşma, kimsə o səni vursun, Xeyr. və bu ətrafda neçə nəfər var idi? Ətrafda bunun dostları idi 3-4 nəfər. Müdaxilə edirdilər ona. Xeyr. Siz ora Gediz Məhərrəmlə getmişsiniz. Başqa kim olub yanınızda? Heç kim. İkiniz getmişsiniz. Bəli, bəli. Yəni əvvəlcədən sizə kimsə məlumat veribmi ki, orada Xeyr, biz həmişə orada oturub çay içmişik. Natiq oradadır, Xeyr. gəl görüş. Xeyr. biz Yəni həmişə- axtarıb eləmişdin Natiqi sənin əvvəldə? Xeyr. 2 ay ərzində. Xeyr. Axtarmamışsın. Xeyr. Mən rayonda olmuşam, Natiqi nə tərəf axtarım ki? Mən rayonda olmuşam, mənim rəhmətə gedənim olub, üzrümüzə başlayır. Gələndən sonra necə? Xeyr, gələndən sonra da bu söhbətləri eşitmişəm, yenə də bunu axtarmamışam, nə də zərb olmamışam. Demişəm ki, rastlaşanda insan da deyərəm, da deyər ya demişəm, ya deməmişəm. O ki, o mənə demişəm, əcəb eləmişəm, əlim atıb belinə, göndə yenə də silah sağlar, mən də vurmuşam. Və bu kafenin içərisində nəsə bir mübahisəniz, Xeyr. növbəti zərbələri yetirmək kafeyə içərisində belə bir hal baş Xeyr, verir. xeyr. Olmamışdı. Buramda ona xəsarət etirmək istəyirdi, deyir bıçaqla. Yoxsa öldürmək niyyətim vardı? Xeyr, Natiq mənə bir dəfə silah çıxardı. Mən Natiq əlini atır belinə. O bir dəfə də ölümdən tutulan adamdır. Təzədə çıxıb sırotda. Çıxanda zalımlıqlarına əl çəkmir. Mən nə bilim ki, mənə silah çıxardacaq, bıçaq çıxardacaq. Mənə görə əlini atırsa belinə xəsarət yetirməyə atır da, bəli. Mən də ona görə vurmuşam, yəni özümə görə. Nətər gəldiniz? Göstər, hansı tərəfdən gəldiniz? Hansı istiqamətdən Buranın bir dənə gəldiniz? gəlişi olardı. Orayla gəldiyi maşını saxladı orada. Nə maşını idi? Çeşka. Ki oradan düşər bir dənə çay içər. Kimdən idiniz? Dostum Məhrəmlə. Məhrəm məndən qabaq gəlmişdi. Natiqgil oturmuşmuş burada. Burada stul var idi. Bəli, burada stul var. Natiq oturmuş orada, skamerada. Məhrəm bunlarla görüşüb, öpüşüb oturub orada. Və siz niyə gec gəldiniz bura? Mən telefonla danışdım. Telefonla Bəli. Mən burayla çıxdım, burayla gəldim. Mən buraya gələndə gördüm ki, bu oturub orada. Kim var idi burada? Natiq Nasıl? idi, Məhrəm idi, bir də Natiqin dostları. Onlar neçə nəfər idi? 3 nəfər. Natiqlə 4 nəfər. Tanıyırdınız həmin şəxsləri? Üzlə tanıyıram, belə yox. Mən qayıtdım ki, Natiqə ki, Natiq sən deyirsən ki, Bəhramı apardım, silahı çıxartdım, belə elədim, filan elədim. Başladı böyürmə, demişəm əcəb eləmişəm deyəndə əlini atdı belinə. Əlin belinə atanda buna soxdum burada. Bu ayağa qalxmışdı həmin vaxtı. Bəli, ayaq üstəydi, burada. Burada buna soxdum bir dənə. Soxanda bu fırlandı belə, iskamerkaları atdı üstümə ki, mənim fikrimi yallatsın. Ki belindəkini çıxarda bilsin, imkan vermədim, bir də atdım bıçağı. Hansı nahiyəsinə dəyirdi? Bax, Bilmirdim, onu yalan deyirəm da, yəni onu bilmirdim. Yəni atırdım, bilmirdim harasına dəyir, harasına dəymir. Sonra belə fırlandı. Natiq belə fırlandı, mən də bunun dalıyca. Bu amma belindəkini götürmək istəyir. Mən buna üstbəyət eləmirəm ki, bu belindəkini çıxartsın. Çünki bu vaxtında mənə silah çıxardır. Mən nə bilim, indi o silah çıxardacaq, mənə bıçaq çıxardacaq. Mən də ona görə düşmüşəm bunun dalıyca ki, qoymayım bu əlim. Axır ki də bunun belində nədirsə qoymaq istəmirəm, onu çıxartsın. Bu bıçaq zərbələri atanda o neyinirdi? Müqavimət göstərirdi. Bəli, siz bəli, də müqavimət vururdu. göstərdi. O da istəyirdi ki, çönsün, belindəkini çıxartsın, mənə atsın. Mən ona imkan vermirdim. Nəsə bir əşya, alət görmüşdünüz belində. Görməmişdim, amma əlini atırdısa, yəni onun belində yəni var da. Yəni bu, yəni olmasa heç kim əlini durub yalandan belini atmaz da. Yəni həmişə onun üstündə olur. Belə fırlatmışam, qaçıb girib içəri. Arxasıca atanda burada Məhrəm məni qucaqlayıb da qoymayıb ki, aparam onu. Gəl göstərdi. Buradan qaçdı belə, düzdür? Bəli, buradan Bu qaçdı. istiqamətdə. Buradan istədi fırlana. Belə ağacdan keçə arxama da, yəni üstündəki zadını çıxar. İmkan vermədim buna. Yenə vurdunuz. Bu işə gəldi bura. Bura gəlib içəri keçib qapını tutmuşdu içəridən belə. Bağlayıb tutmuşdu. Girdi içəri. Bəli. Kafenin içərisinə. Bəli, bəli. Kim var idi kafede? Gördünüz? Xeyr, görmədim. Qapını içəridən tutmuşdu ki, mən bu qapıdan içəri girəndə bunu vurmaq istəyəndə Məhrəm məni tutdu. Tutdu qoymadı. O da girdi içəri. Yəni siz kafenin içərisinə daxil Xeyr. olmamışsınız. Orada aranızda heç bir mübahisə, Xeyr. vurmaq, belə bir hal baş Xeyr, görmür. xeyr. Bəs ətrafda olan şəxslər, digər şəxslər nə edirdilər? Həmin vaxt. Ətrafda digər şəxslər yoxdur. Bax, onun yanında masada əyləşmiş deyirsiniz, 4 nəfər dostu var idi. Bəli, onlar da bir ikisi biri qıraqda durmuşdu. Bu birisləri də istəyir deyirəm, onlar da yəni mənə tərəfdə, yəni gəlsin əlimdəkini alsın, haraya çıxıb eləsin, yaxud mənə zor tətbiq eləsin. Axır ki də belə bir şey. Sizi hadisə vaxtı başqa kiməsə xəsarət yetirmisiniz? Xeyr, xeyr. Hardan almışdınız o bıçağı? Nə məqsədlə götürmüşdünüz? Məqsəd nəyə bundan olan söz söhbətimə görə almışdım almalı. Yəni bu
yenə də deyirəm, mənim üstümə silah çıxarmışdı. Mən də ona görə mənim silah almağa imkanım yoxdur. Nə də ki, belə silah elə hardan gedim aldım. Mən də bıçaq da alıb qoymuşdum Rus bazarından belimə. Yəni burada gəlməyin də məqsədim o deyildi ki, elə gələn bunu vura. Nə bıçaq idi, uzunluğu, sonra? Dəmir bıçağı idi belə. Yəni məqsəd oydu ki, birdən rastlaşdığınız üstünüzdə əgər sizə hər hansı bir silah tətbiq eləsə, ondan vurasınız. Bəli. Başqa sizin yanınızda olan Məhərrəm adlı şəxs, onun da iştirakı nədən ibarət oldu? Arayçılıq edib Məhərrəm. O yəni vurmur zərər çəkənə? Xeyr. Ümumiyyətlə, zərər çəkənə bıçaq xəsarətlərini yalnız siz yetirsiniz, başqa heç bir şəxs yetirmir. Məqsəd nə idi onu vurmaqda? Bax, bu çoxsaylı bıçaq xəsarətləri yetirmişsiniz. Məqsəd mənlə onu yenə də deyirəm, söz-söhbəti düşüb 2 ay bundan qabaq, mənə silah çıxardıb, söyküyüb bölümə. Gedib burada, mən rayonda olanda yasım düşüb, mən rayonda olmuşum. Orada burada deyirmiş ki, apardım Bəhramın silahı söykədim, mən belə elədim, filan elədim, Bəhrama belə bu söz dedim. Mən də ondan soruşdum, sən bu sözləri demisən? O başladı bölgürə üstümə gəlməyə, yenə əlini atmağa, belinə zada. Onda da mən vurmuşum. Mən yəni özümü qorumaqdan ötürü onu vurmuşam, onu öldürmək üçün mən vurmamışam. Öldürmə məqsədimiz olmuyor. Xeyr, öldürmə məqsədim olmayıb. Sadəcə, mən bunda silahı görmüşdüm birinci səfir. Mən ikinci səfir ki, imkan verməzdim o silahı çıxardım mənə olsun. Yəni özümü qorumaq məqsədindən bunu vurmuşam. Hara qaçdınız? Buradan çıxandan sonra hansı Qaçmadıq. Mən buradan çıxdım, oturduq Məhərrəmlə maşına, çıxdıq, getdik Sabunçuya, bazarın qabağına. Orada mən düşdüm Məhərrəmin maşınına. Oturdum bolta, çıxdım, getdim. Həmin vaxtda əlinizdə nə paltarlar var idi? Hardadır o paltarlar? Göy cins idi, bir də qara futbolka. Onu da yəni orada yolda biraz burasına qan dəymişdi biraz, şalvarı. Onu da yəni sumkada çıxartdım, sumkanı dəyişdim, sumkanı da atdım da. Yəni o hayda döydüm özümdən bir də sumka götürdüm. Yəni xatırlaya bilərsiniz, getsə həmin ərazini göstərə bilərsiniz sonra? Dəqiq bilmirəm də, yəni burada çıqanlar da çox olur. Yəni indi bəlkə mən oranı xatırlasam da bəlkə heç sumka orada yoxdur. Yəni təxmini yeri göstərə bilərsiniz? Təxmini yəni bilirəm də, təxmini ha tərəfdir ora. Bu hadisə vaxtı deyirsiniz ki, əlini atırdı belinə. Amma həm də ifadə verirsiniz ki, həmin vaxtda nəsə bir əşya görmədim. Sadəcə gördüm ki, əlini atır belinə, elə hiss elədim ki, bu nəsə bir alət çıxır. Yəni bu heç kim öz başına əlini durub belinə atmaz da. Yəni indi əgər çıxartmayıb, sizi vurmayıbsa, onda yəni imkan vermədim bunu çıxartsın. Amma burada mən hiss elədim ki, yəni onun belindən də nəyisə düşdü bura. Yəni onu da buradakılar, onun dostları yaxşı bilər ki, onun belindən nə düşdü, nə düşmədi. Onlar götürüb, onu götürübsə də o götürüb. Burada danqıltı da gəldi. Yəni nəyisə yerə düşdü, bax burada danqıltı da gəldi. Bax elə indiki kimi yadımdadır. Yəni onun dostları, ya özü bilmirəm də. Axır ki mən onu vurandan sonra getdim də mənim Məhərrəm tutdu, belə qucaqladı, məni apardı. Məhkəmə iclasında Bəhram İbayev ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Natiq Hüseynov tanışlarına onu sındırdığını və qarşısında dizlərini yerə atdığını deyib. Planlı şəkildə Natiqi vurmaq istəsəydi, onunla çayxanada yox, gözdən uzaq bir yerdə görüşərdi. Öldürmə niyyəti olsaydı, ona 14 yox, yalnız ürəyinə bir bıçaq zərbəsi vurardı. İlk dəfə görüşəndə Natiqin çıxartdığı silahın markasını, ümumiyyətlə tapancanın həqiqi və ya oyuncaq olmasını bilmir. Lakin Natiqin uzun müddət cəza çəkməsi, habelə Sabunçu qəsəbəsində hörmətinin olmasından düşünür ki, həmin silah həqiqi olub. Sən də biraz konkret cavab ver. Sən konkret vurmamışam. Yalan deyir. Ona görə də mən Natiqin özünü istəyirəm. Bura Natiqdən yüz-yüzləşək. Ben burada neysən? Sözüm başqa biraz çıxmasın demirəm. Şeyləri kullandı, mən işdən qorxmuram. Nə olacaq, mən özüm, mən təqsirləndirən şəxsi istəyirəm bura. Gəlsin. Zərər çəkmiş Natiq Hüseynov bildirib ki, heç vaxt üzərində nə odlu, nə də soyuq silah gəzdirməyib. 2013-cü il sentyabrın 14-də adam öldürdüyü üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub. 2022-ci ildə azadlığa çıxandan sonra heç yerdə işləməyib. Bəhram İbayevin qardaşı Hamlet İbayev onunla eyni cəza çəkmə müəssisəsində cəza çəkib. 2023-cü ilin aprel
aprel ayında hansı səbəbə görə salam vermədiyini soruşduqda Bəhram salamlaşdığını, ola bilsin ki, onun fikirli olduğunu və bunu görmədiyini deyib. O İbayeva izah edib ki, zəif insanları incitməsin. Çünki qəsəbədə, kafedə, eləcə də saç ustası işləyən şəxslər ona tez-tez şikayət ediblər. Bəhramın gəlib saçını kəsdirdiyini, yemək yediyini, lakin pulunu ödəmədiyini bildiriblər. Bəhram onun iradlarına etiraz etməyib. Sakit tərzdə söhbət edəndən sonra ayrılıblar. İyunun 7-sində kafedə çay içəndə qəflətən kimsə onu arxadan başından vurub. Nə baş verdiyini anlamaq üçün ayağa qalxmaq istədikdə bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirilib. Özünü qorumağa çalışıb, birtəhər çevrilib, kafenin içərisinə qaçıb. Bu zaman həmin şəxs kürəyindən də zərbələr vurub. Çoxlu qan itirdiyindən arxası üstə divanın üzərinə yıxılıb. Səsküyə mətbəxdən obyektin icarədarı və qadınlar gəlib. Onu avtomobilə mindirib tibb mərkəzinə çatdırıblar. Bir neçə gündən sonra özünə gələndə bilib ki, onu Bəhram İbayev bıçaqlayıb. Zərər çəkmiş, təqsirləndirilən şəxsi bağışladığını və ondan şikayəti olmadığını bildirib. Məhkəmə nəticəyə gəlib ki, Bəhram İbayevin Cinayət Məcəlləsinin 29-120.1-ci qəsdən adam öldürməyə cəhd və 228.4-cü qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilib. Ona həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. 2025-ci il martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Bəhram İbayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. 2016-cı il iyulun 2-sində 22-ci polis bölməsinə gələn Vidadi Qarayev yaxın münasibətdə olduğu qadını Qış Parkı adlanan ərazidə yeraltı keçiddə yerləşən mağazada öldürməsi haqqında məlumat verib. Həmin şəxsin iştirakı ilə ticarət obyektinə baxış keçiriləndə orada üzərində zorakılıq əlamətləri ilə 1994-cü il təvəllüdlü Gülpəri Aslanlının meyidi aşkar edilib. Məlum olub ki, Qarayev bıçaqla 2 dəfə zərbə vurduqdan sonra zərər çəkmişi boğub. 2016-cı il iyulun 2-si saat 20 radələrində 22-ci polis bölməsinə gələn şəxs işlədiyi mağazada tanış qadını öldürdüyünü bildirib. Məlum olub ki, o 1961-ci ildə Zəngilan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmayan Vidadi Qarayevdir. Füzuli küçəsi 53 ünvanında Qış Parkının yeraltı keçidində yerləşən mağazaya baxış zamanı qadın meyidi aşkar edilib. Qeyd edilən inzibati ərazi 21-ci polis bölməsinə aid olduğundan saxlanılan şəxs oranın əməkdaşlarına təhvil verilib. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Gülpəri Aslanlının ölümünə arteriyanın zədələnməsindən törənən massiv qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, iyulun 2-si saat 18 radələrində Vidadi Qarayev işlədiyi mağazada tanışı Gülpəri Aslanlı ilə cinsi əlaqədə olduqdan sonra sonuncu bunun müqabilində ondan pul tələb etdiyindən aralarında mübahisə yaranıb. Qadının ünvanına işlətdiyi söyüşlərdən əsəbləşib, ov bıçağı ilə onun qarın nahiyəsinə zərbələr vurub. Sonra Gülpəri Aslanlını yerə yıxaraq, əli ilə boğazını sıxıb saxlayıb. Bu hərəkəti ilə Vidadi Qarayev zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Vidadi Qarayev bildirib ki, 2015-ci ilin dekabr ayında Qış Parkının yeraltı keçidində yerləşən mağazadan oyuncaq alan Gülpəri Aslanlı ilə tanış olub. Aralarında yaxın münasibət yarandığından tez-tez onun iş yerinə gəlib gedib. İşlədiyi mağazada qadınla bir neçə dəfə intim əlaqədə olub. Buna görə hər dəfə ona pul verib. 2016-cı ildə iyun ayının ortalarında mobil telefonla danışarkən Gülpəri ondan pullu kişi tapmasını xahiş edib.
Təxminən 3-4 gündən sonra qadının tanımadığı avtomobilə əyləşib harasa getdiyini gördükdə onu qısqanclıq zəminində öldürmək qərarına gəlib. Buna görə də Gülpərini işlədiyi mağazaya çağırıb. İyulun 2-si saat 16-da ondan nəyə görə bir neçə gün əvvəl tanımadığı avtomobilə əyləşməsini soruşub. Gülpəri isə bunu inkar edərək belə bir halın olmadığını deyib. Yalan danışmasından qəzəblənərək mağazada saxladığı bıçağı götürüb qadına zərbələr endirib. Gülpəri qışqırdığından bıçağı yerə atıb və sağ əli ilə boğazını sıxıb. Hərəkətsiz vəziyyətdə qalan qadının nəfəs almadığını görüb öldüyünü başa düşüb. Meyidi sürüyüb kassanın arxasına qoyub ki, içəri girən olsa onu görməsin. Sonra bıçağı və mərhumun telefonunu cibinə qoyub mağazanın qapısını bağlayıb və taksi ilə Bakıxanov qəsəbəsinə kirayədə yaşadığı evə gedib. Qana bulaşmış şalvarını və köynəyini dəyişib. Həmin paltarları məhəllədə zibil qutusuna atıb. Arvadı Nazilə Qarayevaya zəng edib və ona Sabunçu keçidinə gəlməsini deyib. Ora gələn arvadına işlədiyi mağazada bir qızı öldürdüyünü bildirib. Onunla sağollaşaraq taksi ilə 22-ci bölməyə gəlib və növbəti hissədə olan əməkdaşlara Günel adlı qadını qətlə yetirməsi haqqında məlumat verib. Zərərçəkmiş şəxsin hüquqi varisi Rasim Məmmədli ifadəsində göstərib ki, Tərtər şəhərində böyüyən qızı Gülpəri 2013-cü ildə İlqar Ələkbərovla ailə həyatı qurub. Nigahdan bir övladları dünyaya gəlib. Bakıda Təzə bazarın yaxınlığında kirayədə yaşayıblar. 2016-cı il iyulun 2-sində zəng edən polis əməkdaşı Gülpərinin öldürüldüyünü bildirib. Sonra öyrənib ki, qızını mağazada Vidadi Qarayev qətlə yetirib. Gülpərinin həmin şəxslə tanış olub olmaması haqqında heç bir məlumatı olmayıb. Məhkəmə iclasında Vidadi Qarayev ittiham üzrə özünü təqsirli bilib. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Vidadi Qarayevin əməli Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə və 228.4-cü qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2017-ci il yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Qarayev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.